Gənclər həyat yoldaşı seçərkən düçar olduqları əsas səhvlərdən biri budur ki, elə düşünürlər ki, həyat yoldaşları da qrup yoldaşı kimidir, dostu kimidir. Dostuna tətbiq etdiyi meyarları əsasən ki, oğlanların səhvidir bu, həmişə oğlanlar bunu təkrar edir. Dostuna tətbiq elədiyi meyarları, ondan olan gözləntilərini gələcək həyat yoldaşına da tətbiq eləyir. Başa düşmür ki, bu əks cinslərdir. Əks cins olmaqla yanaşı da bunların fərqli şəraiti var, fərqli tələbləri var. Yaxşı həyat yoldaşı haqda təsəvvürü, yaxşı dost haqda olan təsəvvürü ilə eynidir. İkisi də ola bilsin yaxşı adamdır, səhv gözləntilər, öyrəşdiyi xüsusiyyətləri bura tətbiq eləmək ailənin dağılmasına gətirib çıxardır.